Müsahibimiz Xankəndi Futbol Klubunun hücumçusu Bayram Əliyevdir. Bayram, təbrik eləyirəm. 2 oyun nəticəsinə görə Çinar Zəngilan komandasına qalib gələrək yarım finala yüksəldiniz. Yəni bu etapda demək olar ki, ən çətin rəqiblərdən biri idi, amma 2 oyunun hesabına görə 5-0, yəni yetərincə gözəl nəticədir məncə. Qələbə qazanıb yarım finala vəsələ qazandınız. Yəni oyun düzdür, asan bir oyun olmadı. Yəni sənin də payın var idi bu qələbədə. Yəni oyunu şərh edərdiniz. İlk öncə qələbə münasibəti ilə Xankəndi komandasının və İbrahim Hocamı təbrik edirəm. Azarkeşlərimiz də həmçinin təbrik edirəm. Düzdür, biz əvvəlcədən oyunu, yəni necə deyim, bilirdik ki, rəqib güclü rəqibdir. Yəni oyuna güclü hazırlaşmışdıq, güclü adaptasiya olmuşduq. Yəni biz qarşımıza məqsəd inşallah çempionluq qoymuşuq, inşallah çempion da olacaq. Yəni biz ən güclüsü bizik. Yaxşı. Bu oyuna qayıdaq. Yəni keçən oyun 2-0 udmuşdunuz, düzdür? Keçən oyun qələbə qazanmışdınız səfərdə. Yəni bir sanki rahatçılıq vermişdi komandaya, yoxsa? Xeyr, yəni biz istənilən rəqibi güclü hesab edirik. Yəni arxayın olmaq olmaz. Yəni müəllimin dediklərini biz çalışırıq poliyada sübut eləyək, həyata keçirdək. Yəni inşallah müəllimin verdiyi tapşırıqları yerinə yetiririk. Nailiyyət də göz qabağındadır. Onda son sualımı da verim. Öz oyununu da qiymətləndir zəhmət olmasa. Yəni sən komandada yeni transfersən, 2 oyunda artıq iştirak edirsən, 2 qola da imza atmısan. Razısan öz oyunundan? Öz oyunumdan hələ ki yox. Hələ ki yox, razı deyiləm. Çünki qollar daha çox olmalı. Onda razı deyilsən. Razı deyiləm hələ ki. İnşallah. Sənə də komandaya da inşallah daha çox qol vurarsan. Oldu. Təbriklər. Çox